Salam değerli Sultan Ofisi ailəmiz, bu günləri hamınızı xoş gördük. Binə qəsəbəsində paket kupçalı, mükəmməl gözəl bir həyət evimizin çəkilişindəyik. Şəxsi tikilidir değerli dostlar. Qiymət çox münasib qiymətli. Əsas ana yola yaxın, belə deyək, avtobusdan düşdün, ikinci marşrut bir yolu yoxdur. Avtobusdan düşüb gəlirsən evə, qapısına qədər hər bir yer asfalt. Değerli dostlar, gəlin bura. Evimizin sənəti paket kupçadır. Evin də, torpağın da sənəti xüsusi mülkiyyət çıxarış. Dövlət şirin suyu, qaz işığı, hər bir şey hazır. Qapı domofondur. Knopka ilə, kodla açılır, girilir. Jalüz qapıları var, değerli izləyicilər. Qəşəng üzüm navesi, çardağı, yay üçün, oturmaq üçün da belə bir gözəl şəraiti, değerli izləyicilər. Değerli dostlar, evimizin bu həyətindən başqa digər bir həyəti də var. Onu da sizlərə göstərəcəm. Tam ətraflı, sona qədər izləyin. Kanalımızı bəyənib abunə olmağı da unutmayın değerli dostlar. Evimizin həyətində qəşəng yüksək yeri var. Belə rahat bir formada 3-4 maşın rahat bir şəkildə evin həyətinə daxil etmək olur. Qəşəng üzüm çardaq hissəsi var. Üzümləri var növbə-növ değerli dostlar. Hamısı bizim Naxçıvan üzümüdür. Gördüyünüz kimi qəşəng babat üzümlər gətirir. Navest əla. Evin ön görünüşünü göstərək izləyicilərimizə. Evin altı beton, orta beton, üst beton, bütün beton monolitdir değerli izləyicilər. Evə cüzi heç bir yüngül kosmetik işlər görülmüyor. Hər şeyin ən dəyərlisi və ən yaxşısı, ən keyfiyyətlisi istifadə olunubdur. Onun üçün də qiymət değerli dostlar. İnandırım ki sizə bəlkə baha gələ bilər Binə qəsəbəsində, amma bahalı deyil. Yerin burada torpağın sotu hal-hazırda obyektiv yerdir. Burada torpağın sotu 30-35 min manatdır. Yani özdə paket kupça ilə simbolik belə bir ev, belə bir yerdə məncə bir mükəmməl qiymətdir. Değerli dostlar, değerli izləyicilər, daxil olaq evin bölümümüzdən arxasını, hər tərəfini göstərim sizə. Evin bu hissədən də belə bir geniş ətraf yeri var. Arxa tərəfində də, böyründə də həyəti var. Dostlar, daxil olacaq inşallah evimizin içinə. Keçməmişdən əvvəl Aysu xanımın da sözlərini dinləyək. Mən də dəyərli izləyicilərimi salamlayıram. Həqiqətən Padabiyek yerdə, mükəmməl yerdə yerləşir. Və dəyərli izləyicilərimiz bir fürsətdir. Sənətdəki istədiyiniz sənətdir, kupçadır. Buyurun, əlaqə saxlayın, fürsəti qaçın. Aysu xanım, sanki bir dağ durub bu ev beləsinə görünüşü ilə. Lavrora listi də var, Porsche üçün bu bisiz eləyir. Birbaşa qaynayır. Təmiz Lavroradır ha, orijinal. Deməli dostlar, daxil oluruq evimizin içinə inşallah. Çox səliqəli bir evdir. Özdə həyətində var belə güllər, çiçəkləri bəlkə nəzərinizə dəyməyə bilər. Bəli, orijinal, həqiqətən orijinaldır. İnşallah. Bəli. Təqdimatı köməkliyin özünüz edirsiniz. Yox da özüm inşallah evin içinə olun. Ayşə xanım, təşəkkür edirəm, var olasınız. Deməli, dəyərli dostlar, dəyərli izləyicilər, daxil oluram evimizin içinə. Evimiz çox gözəl təmir olunub, gözəl dizayn olunub. Yer istif oldu, giriş hissə, girən kimi yer istif oldu. Damavot deyirlər, kinişka deyirlər, nə deyirlər, belə bir şey var. Burada paltar asmaq üçün yığılmış dolab var. Nəzərə alın dəyərli izləyicilərimiz ki, bir bahalı bir şeydir, tam yığılıbdır boy-boy. Giriş stipol, sağ tərəfdə ayaq yolusu mövcuddur. Demək olar əşyalar 50-50'ye evin içində gördüyünüz əşyalar qalır. Yəni belə bir geniş dolablı olan bir yerdir. İstəsəniz bunu çıxardıb şey eləmək olar. Hamam üçün haddini yer eləmək olar. Yer betondur, birinci mərtəbə, ikinci mərtəbə, alt mərtəbə və üstü də parketdir gördüyünüz kimi. Bahalı parketlərlə yığılıbdır. Hamısı, bütün ev hamısı. İstəyirəm birinci mərtəbə zalına daxil olaq. Değerli izləyicilər, gördüyünüz kimi gözəl, geniş, akuratlı belə bir zalı mövcuddur. Gördüyünüz kimi değerli izləyicilər, deməli olar zal əşyaları qalacaq, elektronikalar götürülür değerli izləyicilər. Çox gözəl belə bir rəsm əsəri mövcuddur. Daxil oluram evimizin digər otaqlarına və tavan hündürü çox hündürdür yerdən değerli izləyicilər. Daxil olağın digər otaqlara. Bura evimizin
Detski uşaq otağıdır. Gördüyünüz kimi çox səliqəli dizayn olunubdur. Burada da əşyalar qalır. Burada da əşyalar qalır. Demək olar bir dənə paltar yuyan, xaladelnik, qabyon götürüləcək, elektronika, qalan əşyalar qalacaq dəyərli izləyicilər. Mətbəx mebeli tam boy-boy yığılıbdır. Gördüyünüz kimi çox səliqəlidir, genişdir. Paltar yuyan da yeri genişdir. Xaladelnik yeri də maşallah genişdir. Xaladelnikin özü də genişdir dostlar. Gördüyünüz kimi asma tavan var. Çox səliqəli bir dizaynı var evimizin. Şəxsi tikili evdir. Hər şey özünə aid olaraq hazırlayıbdır. Dostlar, qalxıram ikinci mərtəbəyə, sonra enəcəm aşağıları da göstərəcəm sizlərə. Və pəncərələr belə bir jalüzləndir. Boy-boy yığılıbdır ki, evin koridor sistemi tam işıqlı olsun. Tam gözəl bir evdir. Parketlər çox mənə ləzzət elədi həqiqətən. Mükəmməl yığılışı var parketlərin. Qapıları da saz qapılardır, qəşəng qapılardır. Hamısı taxta qapılardır dostlar. Evimizin ikinci mərtəbə belə bir yataq otağı var. Yəni demək olar mebellər burada da qalır. Balkon hissəsi var dostlar, çıxıb göstərəcəm. Gördüyünüz kimi çox mükəmməl bir yerdədir. Sonra burada digər yataq otağımızdır. Gördüyünüz kimi çox gözəl, qəşəng otaqları var. Səliqəlidir. Burada da yataq otaqları qalır, mebellər götürülmür. Kombi xətləri, radiatorlar hamısı hazır. Mükəmməl ev dostlar. Keçirəm evimizin balkon hissəsini sizlərə tanış edeyim. Gördüyünüz kimi dostlar, balkon hissəsi çox səliqəli, geniş, iri bir balkondur. Yəni necə lazımdır, səliqəlidir. Ətraf yaşayış, məktəb, bağça hamısı evin yanında. Wi-Fi, internet, hər bir şey var. Sanitar qovşağını göstərim sizə. İkinci mərtəbə sanitar qovşağıdır. Gördüyünüz kimi tam hazır, asma tavanına qədər dəyərli izləyicilər. Və sizlərə aşağı hissəni və digər həyət yan hissəni göstərmək istəyirəm. Dostlar, səhifəni bəyənək, abunə olaq. Kanalımızı izləyək inşallah sona qədər. Keçək arxa tərəf digər həyətini göstərəcəm və evimizin alt hissəsini sizlərə tanış edəcəm. Bura aşağı hissədir. Ya Allah. Çox qalın qapılardır. Belə bir bax yeri var arxa tərəf həyətində. Belə bir kabab, manqal düzəltmək üçün yer var. Evimiz görürsünüz. Belə corabla dostlar, amma olsun. Girəcəm, corabımız batsa da keçəcəm, evi göstərəcəm sizlərə. Çox gözəl dizayn olunubdur həqiqətən dostlar, and olsun Allaha. Meyvələri də var, ağacları var, cürbəcür. Çox qəşəng bir yerdir, çox əla bir dizaynı var. Real alıcılar buyursunlar, hər şəraiti var evimizin. Paket kupça ilə hər bir şey qanuni şəkildə. Real alıcısını gözləyir, dəyərli dostlar, dəyərli izləyicilər. Belə pilləkən altı kladovka yeri var. Dostlar, sonra daxil olacağıq evimizin aşağı hissə otaqlarına. Buranın yeri görürsünüz, qupqurudur, podvaldır. Evin alt mərtəbə hissəsidir. Şirin suyu, qazı, işığı, bütün xəttlər hamısı buradan ötürülür. Əlavə orada gördüyünüz kimi su filter yerləri var. Aşağı hissədə qazanxanaları var. Belə bir əlavə əşyalarınızı yığmaq üçün yerlər var. Çox sərindir, çox buz kimidir dəyərli izləyicilər. Çox mükəmməl. Burada belə balon, banka yığmaq üçün dostlar, bax sizlər də gəlib analar, bacılar, xanımlar gördüyünüz kimi qəşəng turşular qoy, bankalar yığ, kompotlar yığ və hər şey özü sərindir, çox sərin, əsil, yəni əşyalarınızı yığa biləcəyiniz yerlərdir. Sabahlarda yayda tətildə götürün, gedin istirahətə. Baxın, belə bir gözəl otaqlar da aşağı hissəsi. Bir dənə yerdə nə nəm, nə quruluq bir şey yoxdur. Dostlar, bunu deyirsiniz, bu da nəm deyil. Hava görürsünüz, yerin emosiyonun xətt hissəsidir. Gördüyünüz kimi kombisi nə qədər var? Təmiz İtalyan, Made in Italia. İtalyan kombidir, hər şey hazır. Bütün sistemlər çəkilib, tok sistemləri olsun, kabel sistemləri olsun, su sistemləri olsun. Dostlar, hər şey hazır.
İnşallah kim belə bir ev almaq istəsə, mütləq səhifəmizdəki əlaqə nömrələri ilə əlaqə saxlasınlar. Gəlsinlər, Allah hər kəsin xeyrini versin. Ruzulu olsun, bərəkətli olsun, düşərli olsun inşallah. Hər kəsi gözləyirik. Xeyirli və uğurlu olsun inşallah.